mənə borcludur da bunu eləməyə. O mən xahiş eləməmişdim ki, məni dünyaya gətir. Bax bu indi bu söz yəni çox eşidilir. Mən xahiş eləməmişdim ki, o məni dünyaya gətirsin. Mən xahiş eləməmişdim, məni niyə gətirirdilər? Əslində onu valideynə demir, onu Allaha deyir dolayısıyla. Dolayısıyla Allaha deyir ki, niyə yaratdın bu dünyanı? Hər şeylə məni təmin eləyə bilməyəcəkdinsə. Bu yanlış fikirlərdir və yanlış fikirlər sizi heç nədən sığortalamır. Yanlış fikirlər sığınacaq kimi görünürlər, amma sonra sizi düzdə qoyacaq. Bunu Quran açıq deyir. Doğru fikir budur ki, sən ata-anava qarşı minnətdarlıq duymalısan. Sənin ürəyin sağlamdırsa, o ona verilən yaxşılığa reaksiya verməlidir. İndi sən təsəvvür və anava, atava bir dənə qaşıqla bir balıq yağı veriblər. Nə qədər sən təşəkkür borcu yığılıb qalıbdır. Qətl eləyər səni bu təşəkkür bir gün oyananda, altıvı üstüvə çevirər. Sən zarafat edirsən bu ilə. Sən ürəyinlə zarafat edirsən. Allah bizi bununla xəbərdarlıq edir ki, sizin ürəyiniz aylar sizi cəhənnəmin dibinə soxar. Ömrü boyu bir dəfə təşəkkür eləmədin atana. Ömrü boyu bir dəfə təşəkkür eləmədin anana. İndi bizi məcbur eləyirlər ki, uşaqları da, biz uşaq olanda. Nə deyərlər abala? Sağ ol deyir. Biz dilimizlə sağ ol deyirik. Bu dillə əməldir. Amma bu işin başlanğıcıdır. Sənin bir gün ürəyin oyanmalıdır və sən sağ ol demək. Mən ondan sonra baxdım ki, mən minalanmış sahədə yeriyirəmmiş. Mənim üçün bu qədər işlər görən, görünən, görünməyən, mən bunlara təşəkkürləmirəm və bunların ötəsində bir Allah da var. Sənə bu həyatı verib, sənə bu təcrübəni verib, sənə bu gözləri, sənə bu qulaqları, sənə bu ürəyi verib, sənə bu ağlı verib. Sən bunun təşəkkürünü vermədiyin üçün məhv eləyərsən özünü, xəbərin var, sən bağışlamazsan. Hərdən bir əsərlər yazırlarda Dostoyevski, Cinayət və Cəza ki, bir adam bir cinayət törədir və vicdanı onu başlayır məhv eləməyə. Qoymur yaşamağa vicdanı. Sənin vicdanın səni məhv eləyər. İnsan səhvlər eləyə bilər, yanlış proqramlar yaza bilər üstünə telefonla müqayisə eləsək. Yanlış proqramlar yazıla bilər, amma onu söndürüb bir də yandırmaq lazımdır. Tövbə o deməkdir. Söndürüb yandırmaq deməkdir özünü. Söndürüb yandırırsan və fabrik ayarlarına qayıdırsan. Fabrik ayarlarına qaydanda utana bilərsən. Ki, mən necə puç bir həyat yaşadım. Mənim həyatımda şükranlıq olmadı. Mənə bu qədər nimət verildi. Bu dağların gözəlliyini gördüm. Çiçəyin gözəlliyini görürsən, təşəkkür duyğusu yaranmalıdır səndə, bilirsən. Nə qədər gözəldir bunun rəngləri. Yolda gördüyüm pişik, heyvan, it. Basönün bir şeiri var, hoqqusu var. Ki, yol kənarında, çəpərin dibində bitən nazuna çiçəyini gördüm. Ardıcı qışqırır, heyrət bildirir Yaponca. Yəni, sən balaca, mən axtardım, nazuna çiçeği boyda belə balaca ləçəkləri olan ki, oradakı o gözəlliyi görüb dəhşətə gəlir. Bu bizim sufi şairlər yazır, çiçəklər açır, bülbüllər partladır sinələrini vəsf eləməkdən. Bir varlıqsan, sən özü axmaqlatmısan, uzun illərdə axmaq yaşamısan, ürəyi palçıqlamısan üst-üstə. Amma sənin ürəyin aylar səni qətl eləyər ki, sən bu nə həyatda yaşamısan? Hanı sənin şükranlığın? Sabah durmusan, göyü görmüsən, hanı sənin şükranlığın? Anavı görmüsən, atavı görmüsən, sevgilini görmüsən, balavı görmüsən. Bax, o əxlaqi həyat oyanmalıdır insanda. Sevgi də o vaxt olur adamda, sədaqət də o vaxt olur. O əxlaqi həyatı oyatmaq üçün isə olar var, olmaz var. Hər şey onlarla insan gedib nəfsin girdabına düşür.